Salam dəyərli tələbələr, hər vaxtınız xeyir. Bugün sizinlə iki suala baxacağıq, 64 və 68-ci suallar. İlk öncə 64-ə baxaq. Ümumiyyətcə, gənclər, bizdə bir IP ünvanlar var idi, bir də MAC ünvanlar var idi. Mən demişdim ki, IP ünvanlar 4 hissədən ibarətdir. 4 hissədən, məsələn, necə yazılırdı? A, nöqtə, B, nöqtə, C, nöqtə, D və nöqtə ilə ayrılırlar. MAC ünvanları isə 6 hissədən ibarət idi və tire ilə ayrılırdılar. Əlavə olaraq onu da qeyd edeyim ki, MAC ünvanlarda 16-lıq say sisteminin simvollarından, yəni A, B, C, D, Y, F, yalnız və yalnız bu hərflərdən istifadə olunmalıdır və əlavə olaraq onu da qeyd edeyim ki, cüt-cüt. Məsələn, X, A, B, Y, T, C, D, 0, Y, 1 və F, 5. Bu X, Y, T'nin yerinə mən ədədlər qoyacağım. Sizi çaşdırmasın bu hərfləri yazmağım. Bunları yazmağımın səbəbi sizə bunu əyani formada göstərəm ki, necə yazıla bilər. Yəni, burada 2 yazıla bilər, burada 3 yazıla bilər, burada da 1 yazıla bilər. Yalnız və yalnız bu hərflərdən istifadə oluna bilər. Deməli, 2-2 cüt-cüt qruplaşırlar, 6 hissədən ibarətdirlər. IP ünvanlarda isə hər bir simvolun yerində, hər bir X, Y, Z-in yerində 0-dan 255-ə qədər simvol olmalıdır və 255-i aşmamalıdır. İlk öncə gələk bizdən doğruları istəyir, yəni yanlışları istəmir. Biz ilk öncə birincini çıxmalıyıq. 2 səbəbdən çıxırıq. 6 hissədən ibarət deyil. İkinci səbəbim isə C hərfi var. 1 ilə olan cavablar gedər. İkinci hissəyə gəlirəm. 1, 2, 3, 4, 5, 6. 6 hissədən ibarətdir. Cüt-cüt qruplaşıb və bütün hərflər 16-lıq say sisteminin hərfləridir. 2 məndə doğrudursa D variantı gedər. Gəlirəm. 1, 2. İkinci, bax, burada görürəm ki, 3 dənə rəqəm var. Biz demişdik ki, 2-2 qruplaşacaq. Burada da 3 dənə rəqəm var. 6 hissədən ibarət olmağına baxmayaraq cüt-cüt qruplaşmıyor. Ona görə 3 də gedər. Məndə C variantı da gedər. Dördüncü hissədə isə ilk səhv L hərfinin olmasıdır. İkinci səhv isə 6 hissədən ibarət olmamasıdır. D-də 4 də gedər. Düzgün cavabımız B variantı. Baxırıq 6 hissədən ibarətdir. Cüt-cüt qruplaşdırılıb və düzgün cavab B variantı olmuş olacaq. İndi sizə 68-ci suala nəzər yetirək. Sualda bizə deyir ki, Excel cədvəlinin nəticəsi MAC olan düsturları seçin. Ümumiyyətcə, gənclər, bunu mən sizə birinci əyani gəlib göstərmək istəyirəm. Nədir bu? Əyani göstərmək, nəyə əyani göstərmək istəyirəm uşaqlar? Məsələn, məsəl üçün, gəlib bura belə bir şey yazıram. Məsələn, yazıram informatika. Yazdım mı? Bunu da belə genişləndirdim bu tərəfə. Ümumiyyətcə, gənclər, bir var left funksiyamız. Left, bir saniyə, səhv yazdıq adını. Left bərabərdir. Left funksiyamız nə işə yarayır? Left funksiyamız sənin bu xanandakı, gəlir, A1 xanasındakı, sən ürəyin neçə dənəsini istəyirsə 5 yazıram, məsəl üçün. Soldan 5 dənə, bax, bu soldan 1, 2, 3, 4, 5, infor sözünü seçir, bura yazır. Yəni, artıq burada infor olacaq, tamam mı? Bax, mən bunu icra edirəm, görürəm ki, həqiqətən soldan 5 simvolu seçib mənə verdi. Gənclər, sual verə bilərsiniz ki, təkcə A1 nə olar? A1-i istəsə siz soldan ilk simvolu, yəni bu simvolu sizin üçün verəcək. Gəlirəm, bunu enter edirəm, bir saniyə. Gördüyümüz kimi I hərfini, yəni I hərfini vermiş oldu. İndi isə gənclər, gəlin right üçün də baxaq buna. Right isə ingiliscədən Azərbaycancaya tərcüməsi nədir? Sağdan. Deməli, sağdan, bir saniyə, burada bir səhv xəta var. Bunu düzəldək. Right isə sağa baxacaq. Məsələn, right A1 sağdan ilk simvolu verilmiş olacaq. Gəlin, ilk öncə buna baxaq. Baxdıq və həqiqətən sağdan ilk simvolu verdi. Bəs bunun yazılışı nə olacaq? Bunun yazılışına 5, məsələn, yazıram 6. 6 yazılarsa sağdan 6 simvolu. 1, 2, 3, 4, 5, 6. Yəni, matikanı. Burada olacaq matika. Bəzən uşaqlar bunu belə oxuyur. Akitam.
Akitam yox, matika şəklində vermiş olacaq. Baxırıq, bizdə də matika sözü bura gəlib çıxdı. Bəs bizə desələr ki, len nə işə yarayır? Len uzunluğunu, yəni burada neçə dənə simvol varsa onu sizə verir. Baxın, gördüyümüz kimi 11 də element var. Uşaqlar, bəzən düsturlar verir. Lenin içində də belə bir şey, məsələn, belə bir şey verir. Sizə deyir ki, hansı düsturlarda yanlışlıq var. Ümumiyyətcə, Lenin içərisində yalnız və yalnız bir dənə arqument ola bilər. Lenin belə yazılışı yanlışdır. Len yalnız və yalnız belə yazılır. İndi isə gəlin sualımızı cavablandıraq. Deməli, bizə match sözüdür. 3 ilə mənim işim yoxdur. Daha sonra gəlirəm, bir-bir baxıram. Left B1 3. B1 hansıdır? Bax, budur. B1 budur, düzdürmü? Match tab. Left B1 3. Hə, sağdan 3 simvolu mənə verir. Matchdir. 1 doğrudur. Gedir variantlar. Bu qalır. Gəlin 2-yə baxaq. Right C1 3. C1 nədir? 3-dür. Budur da. C1 budur. Sağ C1-in sağından 3 simvol. Kandır. Ona görə mənim işimə qəti şəkildə yaramayacaq. Left C5 3. Gəlirəm. C5-ə baxıram. Bax, soldan 3. Bəli, mənim üçün uyğundur. Gəlin 3-ə baxaq. C3. C3-üm nədir? Budur. Soldan 4 dənəsi. Soldan 4 dənəsi match-ı olur. Ona görə 5 də mənim üçün uyğun olmayacaq. Və 6-ya baxaq. Right B4 2. B4 2-yə baxaq. Bu yanlış onsuz da. B4 2 sağdan 2 dənə, sağdan 2 dənə bunun nəticəsi ərçi olmuş olacaq. Ona görə də bizdə düzgün cavab 1 və 4 olmuş olur. A variantı.